Axır zaman dövrü olduğu üçün Həzrət Mehdi əleyhissalamın qarşısındakı negativ güclər Həzrət Mehdi əleyhissalama qarşı tarixin ən çətin mübarizəsini aparacaqdır. Allah hər dövrdə möminlərlə bərabər inkarçıları da yaratmış. İnkar edənlər hər zaman möminlərə qarşı amansız mübarizə aparmışlar. Allahın adətullahının tələbi olaraq mömin birliyi hər zaman sayca az olmuş, inkar edənlərsə imtihanın tələbi olaraq çoxluq təşkil etmişlər. Axır zamanda da Allahın bu adətullahının tələbi olaraq Həzrət Mehdi əleyhissalam cəmaatının sayı təxminən 300 nəfər olacaq və bu qədər az sayıları ilə bütün dünyaya İslam əxlaqını hakim edə bilmək üçün mübarizə aparacaqlar. Yaşadığımız axır zamanda texnologiyanın, kütləvi informasiya vasitələrinin təsirinin, internet, fake kimi informasiya imkanlarının inkişaf etdiyi düşünüldükdə, dinsizliyin Həzrət Mehdi əleyhissalam qarşısında verəcəyi mübarizənin nə qədər təsirli olacağı daha yaxşı məlum olur. Cənab Adnan Oktar Mehdiyyətin qarşısında duran negativ güclərin təsirini bir reportajında belə bir nümunə ilə açır. Mehdiyet dünyada görülmemiş derecede şiddetli olaylarla karşılaşacaktır. Yani dünya tarihinde hiç görülmemiş olaylarla karşılaşacaktır. İnşallah. Çünkü mesela eskiden peygamberlerin zamanında bir bölgede mesela 100 binlik bir şehirde fitne çıkarıyorlar. 50 bin kişilik yahut 1 milyon kişilik bir topluluk içinde fitne çıkarıyorlar. Şu an 7 milyar insan içinde fitne çıkarılıyor. Mehdiyet'in karşısında milyarlarca sapkın insan var. Həzrət Mehdi əleyhissalam bu cür şəraitdə fəaliyyətə başlayacaq, bu şərtlərdə mübarizəsini aparacaqdır. İnkar edənlər, Həzrət Mehdi əleyhissalam cəmaatından ayrılan münafiqlər, müsəlmanların arasından çıxan və Həzrət Mehdi əleyhissalamı hədəf alan müşriklər, dinsizliyi hədəf alan masonlar, ateistlər və materialistlər Mehdiyyətə qarşı birgə fəaliyyət göstərəcək, texnologiya və rabitə imkanlarını da bu istiqamətdə fəaliyyət göstərməkdə istifadə edəcəklər. Dolayısıyla Həzrət Mehdi əleyhissalam dövründə tarix boyunca yaşamış inkarçıların sahib olduqları imkanlarla müqayisə edilməyəcək dərəcədə çətin bir mübarizə şəraiti olacaq. Ancaq Həzrət Mehdi əleyhissalam çox az sayda tələbələri ilə birlikdə bütün bu inkarçı birliklərinə qarşı qalib gələcəkdir.